Əziz izləyicilər, bu sual da qəbul imtahana düşmüşdür. Tənin köklərindən biri 90 ədədin sadə vurğu olarsa, n parametrin qiymətini tapaq. Öncə 90-ı sadə vurğulara ayıraq. Deməli, 2-yə bölsəm olacaq 45, 3-ə bölsəm 15, 3-ə bölsəm 5, 5, 1. Müxtəlif sadə vurğuları 2, 3, 5. Deməli, gəlin görək bunlardan hansı tənin kökü ola bilər. X-i yenə 3 yazmış olsam, 3 çıxılsın 3. 0 olacaq. 0-a bölmə yoxdur. Deməli, 3 tənin kökü ola bilməz. 5 yazsaq, 5 çıx 5. Məxrəc yenə olur 0. 0-a bölmə yoxdur. Deməli, 5 də tənin kökü ola bilməz. Bir dənə qaldı 2. 2 yazanda bunun heç biri mənasız etmir. Deməli, tənin kökü 2-dir. X-i 2 müəyyən etdik. Gətirib bu ifadədə yerinə yazaq. O zaman 24 bölünsün, 5 çıxılsın 2, çıxılsın n bölünsün, 2 plus 2 bərabərdir 6 bölünsün 3 çıxılsın 2. Sadələşdirmə aparaq 24 bölünsün 3, yəni 8, çıxılsın n bölünsün 4 bərabərdir 6 böl 1, yəni 6. Buradan tapıram n böl 4 bərabərdir 8 çıx 6, 2. M-in özü bərabərdir 4 vur 2, yəni 8-i. Bizdən də m-i soruşurdu, düzgün cavab 8.